Salam, hər vaxtınız xeyir olsun. Mən Tarix fənni üzrə təlimçi müəllim Natiq Məhərrəmli. Onlayn dərslərimizə qoşulmaq istəyənlər 050 585 0584 nömrəsinə müraciət edə bilərlər. Bugün sizlə Azərbaycan tarixinin 6-cı sinifində ən geniş mövzulardan olan Manna mövzusunun izahına baxacağıq. Manna dövləti eradan əvvəl 9-cu əsrdə yaranmış və 590-cı ilə qədər mövcud olmuşdur. Manna dövləti necə oldu, yarandı? Azərbaycanda olan dövlət qurumlarının Aşur tərəfindən süquta uğradılması və Azərbaycanın Urmiya gölü hövzəsindəki ərazilərinin Aşur işğalı altına düşməsi burada yaşayan tayfaların müstəqillik meyllərinə səbəb oldu. Yəni bir növ desə istiqlaliyyət mübarizəsi aparırdılar. Hakimiyyət uğrunda mübarizə aparırdılar. Yəni işğalçıları ölkədən qovmaq üçün. Və bu zamanda Azərbaycanda olan biz qədimdən bildiyimiz Lubi, Kuti, Su, Turukki kimi tayfalar mübarizə aparır və Aşuru bir növ desək bu ərazilərdən çıxarırlar və eradan əvvəl 9-cu əsrdə yenidən müstəqil olurlar, amma bu dəfə artıq Manna adı ilə müstəqil olurlar. Zamua vilayəti və s. kimi ərazilər də işğaldan azad olunan sonra Manna dövləti yaranır. Elə Zamua vilayətdə Mannanın ən böyük vilayəti olur. Bundan başqa Manna ərazisində Gilzan, Gizilbunda, Messi və s. kimi, Sangubuti kimi vilayətlər də var idi. Əsasən Manna dövləti dedik ki, Urmiya gölü hövzəsində yaranıb. Manna dövlətinin şimalda sərhədləri Araz çayına qədər uzanırdı. Paytaxtı dedik İzirtu şəhəri olub. Hökmdar şəhəri də adlanırdı. Manna adına ilk dəfə eradan əvvəl 843-cü ildə Aşur hökmdarı 3-cü Salmansarın Mix yazılı kitabəsində rast gəlinir. Həmin kitabədə Manna haqqında o qədər də geniş məlumat verilmir. Amma eradan əvvəl 829-cu il mənbəsində Manna hökmdarı Udaki və hökmdar şəhəri olan İzirtunun adı çəkilir. Biz artıq bilirik ki, Manna dövlətinin paytaxtı İzirtudur. Adı çəkilən hökmdar da Udakidir. Amma Udakinin Mannanın ilk hökmdarı olması ilə bağlı bizim əlimizdə məlumat yoxdur. Sadəcə olaraq adı çəkilən ilk hökmdar deyirik. Amma biz bilmirik ki, Mannanı Udaki yaradıb ya yox. Bunu deyə bilmərik. 829-cu ildə də 3-cü Salmansarın sərkərdəsi yürüş etmişdi Mannaya. Orada bildirir ki, mən Manna hökmdarı Udakinin sərhədlərinə yaxınlaşdım və bunlar arasında artıq o dövrdə müharibələr olduğunu görsənir 9-cu əsrdən. 9-cu əsrdə tək bunlar mübarizə aparmır. Manna ilə Urartu da mübarizə apardı. Urartu Aşur arasında onsuz da münaqişələr gedirdi bu əraziləri ələ keçirmək uğrunda. Hətta 9-cu əsrin sonunda Urartu dövləti yürüş edib demək Mannanın Gilzan vilayətini də ələ keçirmişdi. Bundan başqa növbəti hökmdarımız İranzudur. Eradan əvvəl 740-719-cu illərdə hakimiyyətdə olub. 8-ci əsrdən başlayaraq Manna dövlətində və yaxud da İranzunun dövründən başlayaraq hakimiyyət irsən ötürülməyə başlanır. Yəni atadan oğula və yaxud da qardaşa, qohumlar arasında bir növ desək irsən ötürülməyə başlanılır. İranzu hakimiyyətə gələndə onun qarşısında iki seçim olur. Ya Aşurpərəst siyasəti yeritməlidir, ya Urartupərəst siyasəti yeritməlidir. Bu zamanda İranzu Aşurla daha çox yaxınlaşır Urartuya qarşı və onun işğalçılıq siyasətinə qarşı və bir növ desək Azərbaycan ərazisinin bütövlüyünü qoruyub saxlaya bilir bunun nəticəsində. Elə həmin hissələrə keçirik. Burada daxili siyasəti İranzunun, xarici siyasəti. Daxili siyasətində mərkəzləşdirilmiş dövlət yaratmaq idi məqsəd, istəyinə nail olur və canişinlik sistemi də yaradır. Müstəqilləşmə meyilləri olan canişinlərin də hakimiyyətinə son qoyur ölkədə. İndi bir qədər sonra bunun nəticələrini deyəcəm mən. Sonra xarici siyasətdə də dediyi Aşurla müttəfiq olur, Urartu ilə müharibə aparır. 735-ci ildə də eradan əvvəl 735-ci ildə də Urartunu məğlub edirlər. Hətta itirilmiş vilayətləri də geri qaytarmağa bacarır İranzu. Amma daha sonra nə baş verir? Urartu görür ki, Aşur İranzu ilə yaxındır. Bilir ki, onu ikisini də eyni vaxtda məğlub edə bilməyəcək. Başlayır artıq pozuculuq siyasəti, separatizmə. Mannanın ərazilərini bir-bir ondan belə deyək ki, ayrılıb müstəqil olmasına can atır. Bunun üstünə nə edir? Manna vilayətlərinə vədlər verir. Məsələn, bunlardan biri Zikertu vilayəti idi ki, vəd verir ki, sən keçmiş Zikertu vilayətinin hakiminə bildirir ki, səni İranzu hakimiyyətdən azad edib, sən keçmiş canişin idin, sənin nüfuzun var idi,
İranzu səni sevmir. Belə deyək də, loru dildə mən bu belə demək istəyirəm. Yəni bir növ desə pisləyir İranzunu və deyir ki, gəl mənim tərəfimə keç. Mən İranzunu hakimiyyətdən kənarlaşdıracağam, Manna vilayətlərini müstəqil eləyəcəm, səni keçmiş hakimliyə gətirəcəm və s. Yəni vədlərlə istəyinə nail olmaq istəyir Urartu və bunun üçün də 719-cu ildə Zikörtü vilayəti ayrılandan sonra Şuanda Huldurduqqa üsyanlarını, şəhərlərində üsyanlar baş verir və bu üsyanları İranzu 2-ci Sargonun köməyi ilə yatırır. 2-ci Sargon da gəlir, üsyancı şəhərləri dağıdır, yandırır və oranın əhalisini də elə aşır ərazilərinə köçürür. Hətta kitabda yazır ki, bu İranzunun bir növ desək səhvi olur. Yəni Sargonu çağırması. Çünki həmin şəhərlər çox ciddi dağıntılara məruz qalır. İranzunun hakimiyyəti boyu Aşurla müttəfiq olub. Yəni Urartu ilə müttəfiq olmayıb. İndi gəlirik Azanın hakimiyyət dövrünə. İranzunun hakimiyyəti 719-da bitir, Aza 718-də gəlir. 718-716 Aza hakimiyyətdə olub. Hakimiyyəti qısa olduğuna görə biz artıq bilirik ki, bunun hakimiyyəti böyük bir necə deyərlər, nəticələrlə yadda qalmayıb, böyük uğurları yoxdur. Əksinə, ölkənin daxili və xarici siyasətində zəifləmələr olur. Ölkədə bir növ desək, hakimiyyət zəifləyir, xarici müdaxiləyə məruz qalır, yəni Urartunun müdaxiləsinə məruz qalır və 716-cı ildə Səhənd dağı ətrafında Uauş döyüşündə Aza öldürülür sui-qəsd nəticəsində. Və bu zaman 22 Manna qalası Rusiya tərəfindən ələ keçirilir. Və bu döyüşdən sonra Ulusunla hakimiyyətə gətirirlər Urartulular, 1-ci Ulusa. Ulusunla hakimiyyətə gətirirlər və bildirirlər ki, sən digər hökmdarların yolunu getmə, bizim tərəfimizi saxla. Biz də səni daim dəstəkləyəcəyik, amma belə deyək ki, verilən vədlər yerinə yetirilmir. İlk əvvəl Ulusun Urartu ilə dost olsa da, daha sonraki dövrdə Aşur hökmdarı keçmiş İranzu ilə Azanın dostu olan, müttəfiqi olan 2-ci Sargon yürüş eləyir Ulusunun üzərinə. Bildirir ki, sən bizlə ittifaqdan çıxmısan və Ulusunu belə deyək, məğlub olub qaçır dağlara qorxusundan. 2-ci Sargon gəlir, Manna taxtında əyləşir və bir müddətdən sonra Ulusunu gəlir Sargona bir növ desək, hüzuruna bildirir ki, mən səhv etmişəm, Urartunun tərəfini saxlamamalıydım, əvəzində sizlə müttəfiq olmalıydım və indi olmaq istəyirəm. 2-ci Sargon da Ulusunu bağışlayır və Manna taxtını Ulusunuya verir. İndi testə düşsə, Ulusunu həm Urartu ilə müttəfiq olub, həm Aşurla müttəfiq olub. Ulusunu hakimiyyətə gələndə 22 Manna qalasının 1-ci Rusiya tərəfindən, Urartu tərəfindən tutulmasını təsdiqləmişdi, amma indi artıq həmən vilayətləri geri qaytarmağa çalışır. Və bu necə baş verir? 2-ci Sargonun 716-cı il yürüşünü dedik. 715-ci ildə də yürüş olur. Daha sonra 714-cüdə böyük yürüş olur. Biz buna tarix boyu neçə illərdir ki, kitablarımızda, dərsliklərimizdə var. Biz buna böyük yürüş deyirik, 714 kitab testlərdə də bu formada düşür. Və bu böyük yürüşündə 2-ci Sargonun 3 dənə məqsədi var idi. Manna üzərində yürüş eləyir ki, itirilmiş, belə deyək, Manna torpaqları geri qaytarsın, Mannada Aşurun mövqeyini gücləndirsin və vaxtı-vaxtında xərrac ödəməsini də təmin eləsin Aşur xəzinəsinə. 714-də gələndə Ulusunu gözəl qarşılayır 2-ci Sargonu. Bildirir ki, xoş gəlmişsən, biz sənin tabeliyindən çıxmayacaq, amma səndən bir dənə xahişim var. İtirilmiş Manna torpaqlarını, xüsusən də o 22 qala məsələsi var idi. Həmən əraziləri geri qaytar, bizə Urartu təcavüzünə bir dəfəlik son qoy. Və 714-cü ildə Sirdaqqa sazişindən sonra, belə deyək, Urartu dövləti məğlub edilir. Rusa, Urartu hökmdarı 1-ci Rusa məğlubiyyətlərə dözməyərək özünü öldürür və bundan sonra Urartunun Mannaya yürüşlərinə son qoyulur. Testlərdə eradan əvvəl 714-dən sonra Urartu sözünü yalnız Urartunun süqutunda 590-da görə bilərsiniz. Yəni, məsələn deyirəm, testə düşüb 7-ci əsrdə aid olanları seçin. Heç vaxt Urartu sözünü götürə bilmərsiniz. Çünki Manna mövzusunda 7-ci əsrdə Urartu ilə bağlı məlumat yoxdur. Ya 8-ci əsrdədir 714, ya da 6-cı əsrdədir 590. Yəni, ona görə də bu məqamı diqqətdə saxlayaq. 714-dən sonra Urartunun təcavüzünə bir dəfəlik son qoyulur. Daha sonra Ulusunu da belə deyək, hakimiyyətinin sonuna qədər Aşura sadiq qalır.
Daha sonra gəlir Ahşer hakimiyyəti. Ahşer 675-650-ci illərdədir. Bu 5 illik aralıqda 680-675-də bilmirik hakimiyyətdə kim olub. 675-650-ci illərdə Ahşer hakimiyyətdə olub. Ahşeri digər bütün Manna hökmdarlarından fərqli olaraq tam müstəqil siyasət yeridir. İranzu, Aza, Ulusunu, üçü də Aşurla müttəfiq olub. Ulusunu eyni zamanda Urartu ilə müttəfiq olub. Amma Ahşer deyir ki, mən müstəqil dövlətin hökmdarıyam, nə Aşura xərrac verməyəcəm, boyun əyməyəcəm, nə də Urartuya. Tam müstəqil siyasət yeridir. Və onun bu müstəqil siyasəti yeritməsinin əsas səbəblərindən biri. Bu ərazilərə 7-ci əsrdə elə Ahşerin hakimiyyətinin əvvəllərində İskitlərin gəlməsi idi. İskitlər gəlir və İskit hökmdarı İşbaka ilə müttəfiq olur. Və bu da onun mövqeyini gücləndirir, tam müstəqil siyasət yeridir. Amma bir müddətdən sonra, eradan əvvəl 650-ci ildə Aşur hökmdarı Aşurbanipal yürüş edir Ahşerin üzərinə. Bildirir ki, sən bizlə ittifaqdan çıxmısan. Çıxmamalıydın. Və 650-ci ildə baş verən, belə deyək, daha doğrusu yürüş edir, İzirtu şəhərini yandırır və gedir. Gedir, bir növ desə, Manna dövlətini cəzalandırır, Ahşerini cəzalandırır. Və o ölkəni tərk eləyəndən sonra əhali üsyan qaldırır. Niyə? Ahşeriyə deyirlər ki, sən vaxtı ikən müstəqil siyasət yeritməyib, digər hökmdarlar kimi Aşura sadiqliyini göstərsəydin, boyun əysəydin, bizim başımıza bu fəlakət gəlməzdi. Və üsyan qaldırıb Ahşerini öldürürlər. Testlərə düşür. Sui-qəsd nəticəsində öldürülən Manna hökmdarı Aza, üsyan nəticəsində öldürülən Manna hökmdarı Ahşer. Bu testlərə çox düşür. Ahşerin öldürülməsindən sonra hakimiyyətə Uali gəlir 650-630. Artıq Uali ağıllı bir insandır. Görür ki, Ahşerinin başına hansı hadisələr gəldi, Ulusunun başına hansı hadisələr gəldi, Aşurun yürüşlərinə məruz qalıb. Deyir ki, elə ən yaxşısı Aşurla müttəfiq olmaqdır. Keçmiş Aşurla ittifaqı bərpa edir. Və bu da olur Ualinin hakimiyyət illəri. İndi testlərə düşsə, Aşurla müttəfiq olan Manna hökmdarları desək, İranzu, Aza, Ulusunu sonradan və Uali. Ahşerini götürə bilmərik. Daha sonra gəlirik Manna dövlətinin süqutuna. Eradan əvvəl 612-ci ildə Aşurun paytaxtı Nineva, Aslanlar yuvası Midya Babil yürüşlərinə məruz qalır və bu vaxtı Mannada Aşuru dəstəkləyirdi. Kitabda qeyd edir ki, bu artıq Manna dövlətinin bir səhvi idi. Burada düzgün müttəfiq seçə bilmir özünə. Yəni bir növ demək istəyir ki, kitabda Midyaya yaxınlaşmalı idi Manna bu dövrdə artıq. Öz müstəqilliyi qorumaq istəyirsə. Aşurun mövqeyi tərəfini tutması onun süqutunu yaxınlaşdırırdı. 612-də Nevan yandırırlar Aşurun paytaxtı, 605-də Aşura son qoyurlar. Artıq müttəfiqliyi itirən Manna təklənir, belə deyək. Və bu vaxtı ardıcıl olaraq 590-cı ildə Midya həm Manna, həm İskit, həm Urartu dövlətinə son qoyur. Və bununla da Manna dövləti dağılır. Gəldik Manna dövlətinin mədəniyyətinə. Mədəniyyətdə belə deyək də, şablon cümlələr çoxdur, testlərdə daha çox olmayan cümlələr də çoxdur. Ən vaciblərini qeyd edəcəm sizə. Məşhur Amerikan arxeoloqu Robert Dyson Həsənli və Ziviyədə Cənubi Azərbaycanda 2 dənə böyük məskəndə araşdırma aparmışdı. Həsənlidən qızılcam tapılıb. Qızılcamın üzərində 3 tanrının təsviri var idi. Ziviyədən tapılan qızılcamın üzərində də dirli ağacın təsviri var idi. Qeyd edeyim ki, köhnə kitablarda Ziviyədə yalnız gümüş sinini verib. Təzə kitablarda artıq burada da qızılcamın olduğu deyilir. Bir də hieroglif yazı məsələsi var idi. Daha sonra Manna dövlətində atçılığın inkişaf etdiyi vilayət Subi, İlxılar evi, 2-ci Sarqon tərəfindən İlxılar evi adlandırılan vilayət Uşqaya və Tarmakis vilayətləri. Bu da ən son nəşr kitablarda qeyd olunub. Mannada Misir, Çin kimi hieroglif yazıdan istifadə edirdi. Misir kimi Mannada Sfinks var idi. Yəni dəhşətlər atası. Bundan başqa məsələn köhnə dərslərdə daha çox riktonlar, qrifonlar və s. qeyd olunurdu. Bu olur bizim Manna dövlətində əsas məqamlar. Bir də bunu deyim ki, Mannada testlərdə ən çox düşən dinin toplusunda bununla bağlı 2 dənə sual var. Qəbul imtahanlarına son dövrlərdə düşüb. Mannada metal işləmə sənətinin inkişaf etdiyini göstərirdi. Həsənli və Ziviyə tapıntıları. Həmin o dinin toplusundakı testlərdən birində cavab Həsənlidir, birində də Ziviyədir. Bu olur bizim Mannada əsas məlumatlar.
Yenə də nəsə sualınız olsa şərh bölməsində qeyd edə bilərsiniz. Oldu, sağ olun.